hansı kofeni içək, necə hazırlayaq? Kofe ilə bağlı bir neçə nevroloji xəstəlik üzərində araşdırmalar aparılıb və öyrənilib ki, multiple skleroz, Alzheimer kimi xəstəliklərdə kofe içmək faydalıdır və bu zaman kofenin tərkibində olan kofein, polifenol kimi antioksidan maddələr sayəsində diqqət yaxşılaşır, öyrənmə qabiliyyəti, yaddaş bunlar güclənir və eyni zamanda Alzheimer xəstəliyində beyində toplanan amiloid plaklarda azalma müşahidə edilir. Amma hansı kofeni içək, necə hazırlayaq? Burada önəmli məqam budur. İstifadə etdiyimiz kofe natural kofe olmalıdır. Aldığımız o natural kofe dənələrini dəmləmə üsulu ilə hazırlamağımız vacibdir. Eyni zamanda bu natural kofe az qovrulmuş olmasına da diqqət etməyimiz lazımdır. Təəssüf ki, kafe shoplarda satışda olan bir çox kofelər, hansı ki tərkibində bəzi maddələr var əlavə, xüsusilə toksik sayılan pestisid və digər sintetik maddələr, onlar eyni zamanda daha çox qovrulmuş kofe növləridir. Bunlar sağlamlığa faydadan çox zərəri var. Ona görə bu söylədiyim məqamları nəzərə alsanız sizə faydalı ola bilər.